Deməli, uşaqlar, qoşmaların başqa hissələri ilə anlamlı. Tərəf. Deyirəm ki, tərəflər razılığa gəldi. Kim tərəflər? Bu isimli. Görsən, qoşulmayıb içməyə. Bir də deyirəm ki, evə tərəf getdim. Bu qoşmadır. Doğru danış. Necə danış zər? Doğru söz. Necə söz? Sifət. Amma evə doğru qoşma. Səndən əvvəl, səndən sonra, dünəndən bəri. Görsən, qoşulub. Qoşmadır. Amma desəm ki, əvvəl mən gəlmişəm. Heç nəyə qoşulmayıb ki. Sonra gələrəm. Bəri gəl. Bunlar zərfdir. Kimi? Bu əvvəl sonra həm zərf kimi, həm də qoşma kimi eyni suala cavab verir. Səndən əvvəl nə zaman, yaxud əvvəl nə zaman. Sualları eynidir. Ən çox da sizi bunda çaşdıracaqlar. Bir dənə baxın. Qoşulub, yoxsa yox. Sonra qabaq. Dünəndən, səndən qabaq qoşmadır. Sonra balqabaq var, oranı deyirsiniz. Onun bir adı da qabaqdır. Balqabaq belə dıynya. Yox. Hə, düz dedim də. Dıynya. Balqabaq o deyil. Oranı da deyil. Nədir? Balqabaq o deyil. O dıynya yemişdir. Halloween'da istifadə edilir, başları kəsilir. Tıkva. Tıkva, ay sağ ol, dıynya yemişdir. Tıkva. Tıkvanın adı qabaqdır bir adı da. Sonra qabaqlar mən buna inanmırdım. Nə zaman? Zərfdir. İsmi dedim, ben dedim, səndən qabaq. Bu şey qoşulub da çıxışlı qalan. Kimi? Deyirəm, kimi oturub, kimi gəzir. Bu qeyri-müəyyən əvəzlikdir. Belə deyirəm, sənin kimi. Bu isə qoşmadır. Ancaq desəm, sən kimi soruşursan, orada kök kimdə axı? O, bunlarla anonim olmayacaq. Çünki onun kökü kim, bunun kökü isə kimdir. O sual ələsidir, o anonim deyil. Sarı. Sarı don. Olur sifət. Yox, çək, davam edin. Sonra, yaramı sarı. Feil. Bir də evə sarı qoşma. Saxla bunu.